Salam. Bugün 25 Aprel'dir. Gökyüzündeki planetler bugün bize daxili huzuru tapmağı ve köklerimize qayıtmağı pıçıldayır. Enerjinizin necə dəyişəcəyini və ulduzların sizə hansı sürprizləri hazırladığını bilmək istəyirsinizsə, gəlin bürc proqnozlarına nəzər salaq. Qoç, əziz qoçlar, 25 Aprel tarixində diqqətiniz tamamilə evinizə və ailənizə yönələcək. Son günlərin iş gərginliyindən sonra yaxınlarınızla vaxt keçirmək və ev mühitində dincəlmək sizə ruhsal bir yenilənmə bəxş edəcək. Ola bilsin ki, evinizdə kiçik təmirlər və ya dekorasiya dəyişiklikləri etmək istəyəsiniz. Keçmişlə bağlı bəzi xatirələr gündəmə gələ bilər, lakin bu, sizi kədərləndirmək üçün deyil, bəzi dərsləri xatırlatmaq üçündür. Daxili dünyanızda özünüzü güvəndə hiss etmək istəyəcəyiniz bir gündür. Sevdiyiniz insanlara qayğı göstərmək və onların dəstəyini hiss etmək enerjinizi bərpa edəcək. Bugün ən böyük gücünüz ailə bağlarınız və daxili huzurunuzdur. Buğa, ad günləri davam edən buğalar üçün bugün ünsiyyət və yaxın çevrə ilə münasibətlər ön plandadır. 25 Aprel tarixində aldığınız bir xəbər və ya keçirdiyiniz qısa bir görüş gələcək planlarınıza müsbət təsir göstərə bilər. Qardaş bacılarınız və ya qonşularınızla olan bağlarınız daha da möhkəmlənəcək. Zehniniz olduqca aktivdir, odur ki, yeni bir layihə üzərində düşünmək və ya yazı işləri ilə məşğul olmaq üçün ideal zamandır. Sizin praktik zəkanız və sabitliyiniz bugün hər kəs tərəfindən təqdir olunacaq. Qısa səfərlər və ya gəzintilər sizə gözlənilməz ilham verə bilər. Bugün sözlərinizin gücünə inanın və fikirlərinizi səmimi şəkildə ifadə edin, ulduzlar sizi eşidir. Əkizlər. Bugün diqqətiniz tamamilə maddi məsələlərdə və özünə verdiyiniz dəyərdə olacaq, əziz əkizlər. 25 Aprel enerjisi sizə qazancınızı necə artıra biləcəyinizlə bağlı maraqlı ideyalar verə bilər. İş yerində göstərdiyiniz bacarıqlar sayəsində yeni bir gəlir mənbəyi və ya bonus imkanı yarana bilər. Lakin emosional alış-verişlərdən qaçmağınız məsləhətdir, yalnız həqiqətən ehtiyacınız olan şeylərə investisiya edin. Şəxsi həyatınızda özünüzü daha güvəndə və dəyərli hiss etmək istəyəcəksiniz. Öz potensialınızı kəşf etmək üçün mükəmməl gündür. Axşam saatlarında ləzzətli bir yemək və ya sevdiyiniz bir komfort zonası sizi bütün streslərdən uzaqlaşdıracaq. Sizin dəyəriniz maddiyatla deyil, daxili zənginliyinizlə ölçülür. Xərçəng, əziz xərçənglər, bugün ay sizin bürcünüzdə hərəkət edir və bu, sizi günün ulduzu edir. 25 Aprel tarixində duyğularınız zirvədə olacaq, lakin bu həssaslıq sizə həm də böyük bir intuisiya gücü verəcək. Öz ehtiyaclarınıza fokuslanmaq və ruhunuzu nəyin xoşbəxt etdiyini anlamaq üçün əla zamandır. Ətrafınızdakı insanlar sizin səmimiyyətinizə və qayğınıza sığınmaq istəyəcəklər. Şəxsi imicinizdə dəyişiklik etmək və ya yeni bir başlanğıca addım atmaq üçün ulduzlar sizi dəstəkləyir. Özünüzü ifadə etməkdə çətinlik çəkməyəcəksiniz, çünki qəlbinizin səsi hər zamankından daha aydın çıxır. Bugün sadəcə özünüz olun və daxili işığınızın parlamasına icazə verin. Kainat sizə gülümsəyir. Şir, bugün biraz geri çəkilmək və ruhsal bir təmizlənmə keçirmək üçün mükəmməl zamandır, əziz şirlər. 25 Aprel enerjisi sizi sosial həyatın səs-küyündən uzaqlaşıb, daxili dünyanıza səyahət etməyə çağırır. Bəlkə də uzun müddətdir sizi yoran bir məsələni düşünmək və ya meditasiya ilə rahatlamaq istəyəsiniz. Gizli qalan bəzi məlumatlar və ya yuxularınız bugün sizə vacib ipuçları verə bilər. Yaradıcılığınızın pərdəarxası işlərdə çox yüksək olduğu bir gündür. Kimsə görmədən hazırladığınız bir layihə gələcəkdə böyük uğur gətirə bilər. Başqalarına təmənnasız kömək etmək sizə mənəvi huzur bəxş edəcək. Günün sonunda enerjinizin yeniləndiyini və daha güclü olduğunuzu hiss edəcəksiniz. Sükutun gücünü kəşf edin. Qızlar üçün bugün dostluq, komanda işi və gələcək hədəflər ön plandadır. 25 Aprel tarixində daxil olduğunuz sosial qruplarda emosional bağlarınızın gücləndiyini hiss edəcəksiniz. Dostlarınızdan gələn səmimi bir dəstək və ya tövsiyə sizə yeni bir qapı aça bilər. Kollektiv layihələrdə iştirak etmək və ya ortaq bir arzu üçün addım atmaq üçün əla zamandır.
Sizin analitik zəkanız və başqalarının ehtiyaclarını anlamaq bacarığınız bugün sizi mühitdə əvəz olunmaz edəcək. Sosial şəbəkələrdə aktivlik və ya yeni insanlarla tanışlıq sizə həm mənəvi, həm də gələcək üçün peşəkar fürsətlər vəd edir. Axşamı yaxın dostlarınızla səmimi bir mühitdə keçirmək ruhunuzu dincəldəcək. Arzularınızın gerçəkləşməsi üçün ilk toxumu bugün əkin. Tərəzi, bugün diqqətiniz tamamilə karyeranızda və peşəkar sahədəki duyğusal bağlarınızda olacaq, əziz tərəzilər. 25 aprel enerjisi sizə iş mühitində daha çox empatiya və diplomatiya nümayiş etdirmək üçün şans verir. Rəhbərliklə və ya iş tərəfdaşlarınızla olan münasibətlərdə səmimiyyət ön plana çıxacaq. Zəhmətinizin və qabiliyyətinizin nəinki məntiqlə, həm də hisslərlə təqdir olunduğunu görəcəksiniz. Ola bilsin ki, üzərinizə cəmiyyət üçün faydalı olacaq yeni bir məsuliyyət götürəsiniz. Sosial statusunuzun möhkəmlənməsi üçün ulduzlar sizi dəstəkləyir. Hədəflərinizə fokuslanarkən daxili hüzurunuzu qorumağı unutmayın. Axşam saatlarını ailənizlə və ya uğurlarınızı səmimi şəkildə bölüşəcəyiniz insanlarla keçirin. Uğura gedən yol bugün həm də qəlbinizdən keçir. Əqrəb, əqrəblər üçün 25 aprel dünya görüşünü genişləndirmək və mənəvi səyahətlər günüdür. Bugün uzaq səyahətlər, fərqli mədəniyyətlər və ya fəlsəfi mövzular diqqətinizi çəkə bilər. Əgər təhsil və ya hüquqi məsələlərlə bağlı planlarınız varsa, hisslərinizə güvənin, çünki onlar sizi ən doğru yola aparacaq. Uzaqdakı yaxınlarınızdan və ya xarici ölkələrdən gələn emosional bir xəbər gününüzü rəngləndirə bilər. İnancınızın və motivasiyanızın artdığı bir gündür, xəyallarınızın ardınca getmək üçün daxili güc tapacaqsınız. Həyatın mənasını kəşf etmək istəyi sizi yeni bir kitab oxumağa və ya bir təlimə başlamağa sövq edə bilər. Bugün kiçik dünyanızdan çıxıb böyük üfüqlərə baxmağın tam zamanıdır. Möcüzələrə hazır olun. Ox atan, bugün diqqətiniz daha dərin, transformasiya edici və bəlkə də sirli mövzularda olacaq, əziz ox atanlar. 25 aprel enerjisi sizə ortaq maliyyə qaynaqları, bank işləri və ya emosional bağlılıqlar sahəsində bir yenilənmə vəd edir. Daxili dünyanızda bəzi qorxularınızı sevgi ilə əvəz etmək və ruhsal bir təmizlik keçirmək üçün mükəmməl zamandır. İntuisiyanızın səsi o qədər güclüdür ki, başqalarının demədiyi sözləri belə hiss edəcəksiniz. Şəxsi münasibətlərdə daha səmimi və sadiq bağlar qurmaq istəyi artacaq. Əgər həyatınızda həll olunmamış bir məsələ varsa, bugün ona daha dərindən baxaraq bir dəfəlik həll edə bilərsiniz. Köhnəni geridə qoyub yeniyə yer açmaq sizə həm maddi, həm də mənəvi güc verəcək. Oğlaq, əziz oğlaqlar, 25 aprel sizin üçün tərəfdaşlıq və ikili münasibətlər günüdür. İstər iş tərəfdaşınız, istərsə də həyat yoldaşınızla olan münasibətlərdə emosional balans yaratmaq çox mühümdür. Qarşı tərəfin ehtiyaclarına qarşı daha həssas və anlayışlı olmaq bağlarınızı daha da möhkəmləndirəcək. Əgər aranızda bir soyuqluq varsa, bugün səmimi bir söhbət hər şeyi yoluna qoya bilər. Yeni əməkdaşlıqlar və ya müqavilələr üçün intuisiyanıza güvənin. Başqalarının güzgüsündə özünüzü daha yaxşı tanıyacağınız bir gündür. Diplomatiya və mərhəmət bugün sizin ən böyük silahınız olacaq. Axşamı sevdiyiniz insanla hüzur dolu, sakit bir mühitdə keçirmək sizə bütün yorğunluğunuzu unutduracaq. Birlikdə hərəkət etməyin gücünü hiss edin. Dolça, bugün ox atanlar üçün gündəlik rutinlər, iş mühiti və sağlamlıq ön plandadır. 25 aprel enerjisi sizi daha qayğıkeş və çalışqan olmağa sövq edir. İş yerindəki tapşırıqları bitirərkən həm də başqalarına kömək etmək istəyəcəksiniz. Sağlamlığınızla bağlı, xüsusən də qidalanma və həzm sisteminizə diqqət yetirməyiniz məsləhətdir, ruhunuza və bədəninizə yaxşı baxmaq üçün əla zamandır. Ev heyvanlarınız varsa, onlarla vaxt keçirmək sizə böyük hüzur bəxş edəcək. Həyatınızda nizam yaratmaq üçün kiçik, amma təsirli addımlar atın. Özünüzü faydalı hiss etdiyiniz işlərlə məşğul olmaq mənəvi rahatlıq gətirəcək. Unutmayın ki, kiçik detallara göstərilən diqqət böyük uğurların bünövrəsidir. Səbirli və sistemli olun. Balıqlar üçün 25 aprel əsl yaradıcılıq, eşq və sevinç günüdür.
Ayın xərçəng bürcündəki mövqeyi sizin su enerjinizi zirvəyə qaldırır. Bugün yaradıcı bir layihə üzərində işləmək, musiqi ilə məşğul olmaq və ya xəyallarınızı rənglərlə ifadə etmək üçün mükəmməl zamandır. Şəxsi həyatınızda romantik anlar və səmimi etiraflar gözlənilir. Övladlarınız varsa, onlarla keçirəcəyiniz vaxt sizə daxili hüzur və enerji verəcək. Özünüzü ifadə etməkdə hər zamankından daha cəsarətli və səmimi olacaqsınız. Şansın sizin tərəfinizdə olduğunu hiss etdiyiniz bir gündür. Odur ki, qəlbinizin səsinə qulaq asaraq hərəkət edin. Bugün həyatın sizə gülümsədiyini hiss edəcək və hər kəsə şəfaverici bir enerji yayacaqsınız. Xoşbəxtlik sizin təbii halınızdır.